Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve bari'il halaiqil ecmaîn. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina habibi ilahil alemin ve tabibi nufusina Ebil Qasim Muhammed. Allahümme salli ala Muhammedin ve ali Muhammed. وعلى وصيه وخليفته يعصوب الدين أمير المؤمنين علي بن أبي طالب وعلى قرة العين الرسول الزهراء البتول وعلى الحسن والحسين وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة المهدي العسكري. اللهم صل عجل الله تعالى فرجه الشريف أرواح العالمين لتراب مقدمه الفداء. اللهم افتح علينا أبواب رحمتك ويسر علينا خزائن فضلك وكرمك يا أكرم الأكرمين ويا أرحم الراحمين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني ويفقه قولي. صدق الله العلي العظيم. أيها المؤمنين أوصيكم ونفسي بتقوى الله. Aziz müminler, sizi ve özümü ilahi təqvaya dəvət edirəm. Allah Teala bizləri təqva əhlindən qərar versin. Elə ki namazı bitirdiniz, cümə namazını yəni bitirdiniz, yer üzərinə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın. Yəni ruzi axtarın. Yəni ticarət edin, ruzi qazanmaq üçün səy göstərin, hərəkət edin. Allah Teala bu cümə gününü müsəlmanlar üçün mübarək gün etməsinə baxmayaraq, bu gündə edilən ibadətlərin fəzilətinin digər günlərdən üstün olmasını işarə etməklə bərabər, bu gün eyni zamanda halal ruzisini qazanan bəndələri üçün də Allah Teala qapı açır, fürsət tanıyır, imkan yaradır ki, yəni namazdan sonra yenə də gedin öz ruzinizi, halal ruzinizi doğru və dürüst yoldan qazanın. Ona görə doğru və dürüst tacir qiyamət günündə siddiqlərlə, şəhidlərlə birlikdə həşr olunar deyə Həzrəti Rasulullah buyurur. Doğru və dürüst tacirlər. Bir gün Həzrəti Peyğəmbərimiz səhabələri ikən oturarkən səhər tezdən bir gənc, sübh namazından sonra idi, bir cavan gəlib keçdi, küçədən keçdi. Səhabələr bu gənc haqqında ardıca belə dedilər: kaş ki bu cavan gəncliyini Allah yolunda xərcləyəydi deyə sanki təəssüflərini bildirdilər. Allahın Rəsulu onların cavabında belə buyurdu. Dedi ki, belə deməyin. Əgər bu gənc dilənçilikdən və insanların əlində olana göz dikməkdən xilas olmaq üçün evdən çıxmışdırsa, Allah yolundadır. Yəni dilənçilik eləmirsə, başqalarının əlindəkinə göz dikməyibsə, o elə Allah yolundadır. Və xüsusən də qoca ata-anasına baxmaq üçün çıxmışsa, evində olan övladları üçün, kiçik övladları üçün, onlar üçün ruzi qazanmaq üçün çıxmışsa, o elə Allah yolundadır. Ancaq özünü göstərmək və ya lovğalıq üçün çıxıbsa, onda şeytanın yolundadır. Deməli, Allah yolunda olmaq odur ki, elə öz evinə, ailəsinə, atasına, anasına, övladlarına, hansılar ki, üzərində vilayəti var, vəlidir, yəni onların ehtiyaclarını ödəməyi, məsuliyyəti öz üzərindədir, onun üzərindədir. O əgər o yol üçün çıxıbsa, ruzi qazanmaq dalıca çıxıbsa, elə Allah yolundadır inşallah. Amma eyni zamanda o yolu tam dürüstlüyü ilə, sərhədləri ilə gözləyə bilən. Zərəri xalqa dəyən ticarət var, bir də zərəri olmayan ticarət var. Zərəri xalqa dəyən ticarət nədir? Əvvəla deyir ki, buyurulur ki, öz əli ilə becərdiyindən başqa alış-verişini etdiyi məhsulların qıtlığından istifadə eləyərək o məhsulu baha satmaq istəyi zərəri xalqadır. Özü istehsal eləməyib, nə də özü əkməyib. Məsələn, hər hansı bir məhsulu özü əkməyib, onun alverini eləyir. Amma o məhsulun qıtlığından istifadə edib, onu alıb saxlayıb baha satmaq istəyirsə, bu ticarət
uyğun ticarət deyil. Bu bəyənilməyəndir. Allah Taala'nın xalqa, cəmaata zərəri olan ticarət bilir bu ticarəti. Amma o şey ki, özü əkib, özü becərib, yəni aylarla üzərində işləyib və onu çalışır ki, biraz baha satsın, orada bir zərər yoxdur. Amma hazır məhsulu alır, kimdənsə alır və başqalarına baha satır, bəli, bu zərəri xalqa olan ticarət sayılır. Zərəri müştəriyə xas olan ticarət. Alver etdiyi kimsəni zərərə salan hər şey zülmdür. Yəni, bir müştərini zərərə salacaq hər hansı bir addım ticarətdə, hər hansı bir iş zülm sayılır. Ədalət odur ki, din qardaşına zərər gətirməyəsən, verməyəsən. Ticarətdə belə din qardaşına, yəni bir müsəlmana və yaxud bir insana zərər verməyəsən. Buradakı prinsip Həzrət Peyğəmbərimizin buyurduğu, özün üçün istəmədiyini din qardaşın üçün də istəməyəcəksən hədisinin əsasındadır. Üsul budur. Yəni, əsil budur, qəlib budur. Bu qəlibin üzərində özün üçün zərər istəmirsənsə, deməli, hər hansı bir vətəndaş üçün də, insan üçün də zərər istəməyəcəksən. Ticarət həyatında öz pulu ilə qarşısındakının pulunu eyni görəndir doğru tacir. Öz pulu ilə, qazanacağı pulla alanın, müştərinin pulun eyni görəndir doğru, düzgün tacir. Yəni, Allah yanında sıddiqlərlə, şəhidlərlə bərabər həşr olunan tacir bu düşüncədə olan tacirdir. Ki, öz pulu ilə müştərinin pulunu eyni bilər. Yəni, öz ehtiyacı üçün satın alacaq 2-3 qəpiyə və yaxud 2-3 manatlıq bir şeyi başqasına 6-7 qəpiyə satsa, özü üçün başqasını, yəni özü üçün istədiyini başqası üçün də istəməmiş olar. Yəni, başqasına zülm eləmiş olar. Bu mənada müştəriyə zərər verən bir neçə davranışlar var. Biri də budur ki, malını olmayan xüsusiyyətlərlə tərifləmək. Müştəriyə zərər verəcək şey, bir mal satırsan, amma malında o yaxşı xüsusiyyətlər yoxdur. Məsələn, ən yaxşı premium xüsusiyyətlər sənin malında yoxdur. Amma onu elə tərifləyirsən ki, sanki ən yaxşı mal bazarda sənin malındır. Yəni, o malda olmayan xüsusiyyətlərlə öz malını tərifləməkdir. Yalan yerə and içməkdir ki, müştəriyə zərər verən davranışlar bulardır. Malını satmaq üçün yalan yerdən and içmək. Bunlardan uzaq durmamız lazım. İkinci, malın gizli və ya aşkar qüsurlarını gizləməyib, açıq şəkildə göstərməkdir. Məsələn, bəzən malın ən yaxşı nümunələrini öndə düzərlər, çürük və yaxud yaxşı olmayanı arxada gizləyərlər. Məsələn, Həzrət Peyğəmbərimizin sirasında var, yəni həyatında var. Bir gün bazara gedir və çox gözəl, gəlimli buğda, necə deyirlər, kisəsinin yanında dayanır. Baxır ki, buğda, üzdə olan buğda çox gözəldir. Amma əlini aşağı salanda görür ki, aşağıdakı buğdalar islanmışdır, yaşdır. Həzrət Rəsulullah soruşanda, niyə belədir? Satan tacir müəyyən bəhanə gətirmək istəyir. Deyir ki, yağışa düşüb, mal yağışa düşüb deyə altı yaşdır. Yəni, aşağıda olan hissəsi yaşdır. Amma Həzrət Rəsulullah buyurur ki, malı elə düz ki, elə göstər ki, hər kəs onun üstünü, aşağısını eyni şəkildə görsün və ona görə alsın. Bizi aldadanlar bizdən deyildir deyə Həzrət Peyğəmbərimiz buyurur. Bu cür ticarəti eləyənlər bizdən deyildir buyurur. Yəni, müsəlman deyil, Peyğəmbər ümmətindən deyil deyə Həzrət Rəsulullah cəmaatı aldadan tacirləri hətta ümmətindən belə çıxarmış şəkildə danışır. Bu mənada, yəni ticarətin özündə daşıyacağımız böyük məsuliyyətlər var. Həzrət Rəsulullah buyurur ki, alıcı ilə satıcı biri-birinə doğru danışıb, doğru söyləyib, biri-birinə nəsihət verərək alış-veriş eləsələr, onların alverləri bərəkətlənər. Əksinə, malın qüsurunu gizləyib, yalan danışdıqları zaman alverlərinin bərəkəti yox olar.
Yəni ticarət edən, satan və alan bir-birinə doğru desə və Allaha tərəf dəvət eləsələr, yaxşı nəsihət versələr bir-birinə, Allah o alverə bərəkət verər. Amma yalan danışdıqca o alverdə bərəkət olmaz. Alver özü bir əqddir. Alver müştəri ilə, alıcı ilə satıcı arasında olan bir misaqdır, əqddir. Yəni bir-birinə verilən sözdür. Ki qiyamət günündə o verilmiş sözlər sabah bizim qarşımıza çıxacaq. Biz nə cür söz verdik bir-birimizə? Malı hansı şəkildə bir-birimizə təriflədik? Satan necə tərif elədi və yaxud alan hansı xüsusiyyətlərə görə aldı o malı? Bu mənada həm satıcı, həm alıcı arasında əqd baş verir, alver zamanı, ticarət zamanı. Əgər bu Allah Taala'nın istədiyi şəkildə, yəni elə insanın da fitrətində olan şəkildə baş versə, o alver halal ticarətdir və bərəkətlidir. Bərəkətlidir, yəni o ticarətin həm dünyəvi bərəkəti var, qazancının bərəkəti var və bununla da bitmir. Elə bilməyin, bərəkət təkcə dünyaya aiddir. Qazandığı mala, pula, o 5 manat, 10 manata aiddir. Allah Teala o qazancdan onun axirət qazancını da artırır, əlavə eləyir onun ömrünə, onun əməl dəftərinə. Yəni, axirət qazancını da o ticarət vasitəsilə əldə eləmiş sayılır. Amma hilə ilə edilən alverin ruzisi, bərəkəti artmaz. Əksinə, bərəkəti aradan gedər ki, məsələn, belə bir söz var, deyir ki, bir tacir inəyinin suyuna süd qatardı həmişə və südünə daha doğrusu su qatardı və o şəkildə satardı. Bir gün sel gəldi, onun mallarını da götürdü, apardı. Bu zaman o tacirin, o malı saxlayan adamın övladı, balaca övladı çıxdı, dedi, atacan, bu sular ki var, o südə qatdığın su idi, gəldi sel şəklində apardı. Bu mal-qaranı sel şəklində apardı. Ona görə bilməliyik ki, Allah yolunda edilən həqiqi ticarət elə sədəqə mislindədir. Sədəqə də malı əksiltmədiyi kimi, azaltmadığı kimi aldatmaq da malı çoxaltmaz. Yəni bir-birimizi aldadıb ticarət eləmək bizim malımızı artırmaz. Digər bir məsələ, müştəriyə zərər verəcək digər bir məsələ, bilirsiniz ki, ölçüdə və tərəzidə bir-birini aldatmaqdır. Yəni satan alanı ölçüdə və tərəzidə aldatmaqdır. Bunun barəsində də Quran-ı Kərimdə Mutaffifin surəsi xüsusən bu barədə nazil olub və yaxud Quran-ı Kərim qissələrinə baxanda Peyğəmbərlərdən Həzrəti Şüayb əleyhissalamın göndəriliş səbəblərindən biri qövminin, cəmaatının biri digərini ölçüdə və tərəzidə aldatması səbəbindən göndərilməsi olub. Ki, gəlib Allah Peyğəmbər göndərir ki, get cəmaatıma de ki, bir-birlərini ölçüdə, tərəzidə aldatmasınlar. Təsəvvür edin, buna görə Peyğəmbər göndərilib cəmiyyətlərə, ümmətlərə, insanlara. Yəni bu qüsurları hansılar ki, yəni qədim dövrlərdə insanlar eləyib, bugün də eləyənlər var. Həmin insan elə bugün də həmin insandır. Eləyənlər var, amma bunu bilək ki, Allah Teala bunları bizlərə nə edir? Haram edir. Allah-u Teala Quran-ı Kərimin Nəhl surəsində buyurur ki, Bismillahirrahmanirrahim. İnnallaha ya'muru bil adli vel ihsan ve ita'i zil qurba ve yenha anil fahşai vel munkar. Allah Teala bizlərə ədaləti əmr eləyir, adil olmağı əmr eləyir və yaxşılığı əmr eləyir. Ədalət budur ki, ölçüdə, tərəzidə, müştəriyə, ticarətdə, alverdə zərər eləməyəsən. Zərər verməyəsən. Bu ədalətdir. Bura qədər ədalətdir. Yəni zülm eləməyəsən. Zülm eləməmək kifayətdir bir müsəlman üçün. Kifayət deyil. Çünki ayət-i kərimdə Allah Teala təkcə ədaləti əmr eləmədi. Yəni təkcə aldatmamaq, təkcə ölçüdə, çəkidə, malın nöqsanını gizlətməklə və digər hilələrdən əl çəkməklə zülm etməmək kifayət deyil müsəlman üçün. Buyurur ki, İnnallaha ya'muru bil adl vel ihsan. Ədalətlə bərabər yaxşılıq da əmr edir. Yəni dindar
bir insan, yəni dinini sevən, dinində olan bir kəs kim başqası üçün zülm etməyi təkcə nəzərə almayıb, yəni ədalətlə kifayətlənməməlidir. Lütfükarlığı ilə, yaxşılıq etməsi ilə, ehsan etməsi ilə özünü daha yuxarı səviyyəyə qaldıra bilər. Yəni insan bir neçə şeylər zikr olunur ki, bunun nəticəsində ticarətində özünü ehsan sahibi edə bilər, yaxşılıq sahibi edə bilər. Yəni Allah yanında yaxşı ola bilər. Biri budur ki, Hz. Əmir Əl-Mömin əleyhissalam da buyurur, Kufə ticarətçilərinə bir neçə dəfə gelir, Kufə bazarına və Kufə tacirlərinə müraciət edir. Nəhcül Bəlağədə var bunun barəsində. Hz. Əmir Əl-Mömin buyurur ki, tacirlər üçün qazancın azını rədd etməyin ki, çoxunu itirərsiniz. Qazancın azından üzünüzü çevirməyin. Deməyin ki, bu az qazancdır. Az qazancdan üzünü çevirən çox qazancdan məhrum olar deyə buyurur. Ona görə az qazanca qani olan daha çox qazanar. Dinimizdə belədir. Yəni az qazancın özü də əgər bərəkətli olsa, Allah Teala həm dünyada, həm axirətdə onu uğura, müvəffəqiyyətə yetişdirər. O qazancla, o az bildiyi qazancla. İkinci buyurur ki, bilə-bilə bəzən insan özü aldanmağı bacarmalıdır. Nə cür aldanmağı bacarmalıdır? Məsələn, bazara girmişsən, görürsən ki, bir zəif, yaşlı ana, yaşlı ata qarşısında bir neçə şey qoyub, məhsul qoyub satmaq istəyir. Yəqin ki, ehtiyacı var deyə o ya ticarət edir, alır, satır və yaxud zəif bir insandır, imkansızdır, kasıbdır. Deyir ki, bu yoxsul və zəif adamdan hər hansı bir şey alarkən onu bir miqdar bahasına al. Özün bilərəkdən aldan. Baha ver onun ödənişini. Onun ticarətini özün artıqlaması ilə ödə ki, bu zaman sən o satıcının, o zəif, kasıb, fəqir olan satıcıya kömək eləmiş olarsan. Üçüncü, borc sahibini çətinə salmamaq və insaflı olmaq. Düzdür, indiki dövrümüzdə borc məsələsi çox böyük bir müşkülə, problemə çevrilib. Alan ya qaytara bilmir, çətinliyə düşür, sıxıntıya düşür. Əgər insafı, vicdanı olub varsa, qaytara bilmədiyi üçün qaytara bilmir. Amma bəziləri eləsi də var ki, alır, heç qaytarmamaq niyyəti ilə alır. Elə əvvəldən fikri bu olub ki, bu borcu alıb, mən qaytarmaram. Bir bəhanələr gətirərəm və bu barədə hədis var Həzrət Peyğəmbərimizdən. Borc alıb, əvvəlcədən qaytarmamaq niyyəti ilə borc alanlar fasiqlərlə bərabər olar. Onlar günah əhlidirlər. Onlar bu başdan artıq günaha girdilər. Adı borc oldu, sadəcə niyyəti buymuş ki, alsın, amma geri qaytarmasın. Amma eləsi də var ki, alıb qaytara bilmir, gücü çatmır. Bunun üçün insaf tələb olunur dinimizdə. Ki, borc pul verən, Həzrət Peyğəmbərimiz buyurur sallallahu aleyhi ve sellem. Borc pul verən, borcunu geri alma günü çatana qədər hər gün bir sədəqə savabı qazanar. Məsələn, borc pul veribsən, müəyyən bir tarixə də razılaşmısan. O tarix yetişənə qədər hər gün borc verən, hər gün sədəqə vermiş kimi sayılar. Ona savab yazılar. Vaxtında pul ödənməzsə, hər keçən gün üçün o pulun hamısını sədəqə vermiş kimi mükafat alar. Həzrəti Rasulullah buyurur. Amma vaxtı keçdi. Borc alan qaytara bilmir. Gücü çatmır qaytarmağa. Deyir ki, borc verən sanki hər gün borc verdiyi qədər sədəqə verirmiş kimi Allah Teala onun əməl dəftərinə yazar. Yəni bu dərəcədə borc verənin mükafatı var. Əgər qarşı tərəfin gücü çatmırsa qaytarmağa və o da ona səbr edirsə, dözürsə. Sonra Həzrət Rasulullah buyurur ki, borcu haqqı ilə və tamamilə ödəmək lazımdır. Ən xeyirliniz borcunu ən gözəl şəkildə ödəyəninizdir. Yəni bu o demək deyir ki, borc alan da ilə borc verən savab qazanacaq deyə mən gecikdirməliyəm. Xeyirdir ki, borc alan ən xeyirlisi odur ki, ən xeyirli bəndə odur ki, vaxtında aldığı borcu, verdiyi sözü yerinə yetirsin və qaytarsın. Sonra ticari razılaşmanı pozmaq üçün
müraciət edəni rədd etməməlidir. Yəni asanlaşdırmaq, çətinləşdirməmək prinsipini əsas tutmaqdır. Allah Teala bizi həyatda, ya tacirləri, yəni hər birimizi ticarət həyatında bu dünya ticarətinə başımızı qarışdırıb axirəti unutturmayan ticarətçilərdən eləsin. Çünki dediyimiz kimi hər kəs bu dünyada alış-veriş içərisindədir. Hər kəs bir şeyləri təqdim edir, satır və onun müqabilində özünə, ailəsinə ruzi qazanır. Amma bu ticarət fərqi yoxdur, peşəsindən asılı olmayaraq. Bu ticarət bizi axirətdən alıqoymamalıdır, yəni kənar eləməməlidir, uzaq eləməməlidir. Allah Teala bizi o ticarətçilərdən, tacirlərdən eləsin ki, bizi həm də axirətimiz gözümüzün önündə olsun. Ona görə hədislərdə var, deyir ki, bazarlara daxil oldunuz, ticarət yerlərinə daxil oldunuz, Allahı çox zikr eləyin. Bir neçə yer var ki, Allahı zikr edin, biri də budur, Allahı xatırlayın. Çünki ticarət yeri elə bir yerdir ki, insan nəfsinin insanı aldadan yeridir. Satan daha baha satmaq istəyir ki, çox qazansın. Alan da daha ucuz almaq istəyir. Fərqi yoxdur. O bazara ya alıcı kimi daxil olursan, ya satıcı kimi. Orada Allahı çox zikr elə. Allahı çox zikr elə ki, Allahı unutmayasan, axirət gününü unutmayasan. Elədiyin ticarətdə qarşı tərəfə zülm eləməyəsən. Adil olasan və ehsan sahibi olasan. Allah Teala ticarətimizdə bizləri ədalətli və ehsan sahibi olmağı nəsib eləsin. Allah Teala bizi qoyduğu mizan və tərəzidə ölçüdən kənara çıxmamağı nəsib eləsin. Allah Teala hədləri aşmamağı bizləri nəsib eləsin inşallah. Hədləri gözləyənlərdən qərar versin. Zəmanə imamımızı səhih səlamət eləsin. Bizi onu mərifətlə tanıyanlardan eləsin. Onu haqqı ilə tanıyıb ona itaət edənlərdən eləsin. Onu gözləyənlərdən, müntəzirlərdən eləsin. Onun zuhurunu təcil eləsin. Dualarımızı müstəcab eləsin. O niyyətə Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr eləyək. Allahümmə salli ala Muhammed وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. صدق الله العلي العظيم.